Oğluma 30-35 arası bıçaq zərbələri yendirib. Qatil çöldədir, onu buraxıblar. Bir söz deməyə qalmamış, çıxartdı elə, Pramı başından vurmaq istədi. Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Mirzəlar küçəsi 41 ünvanında qeydə alınıb. Belə ki, 17 yaşlı yeniyetmə bıçaqlanıb. Baş verənlərlə bağlı zərər çəkənin anası Rəna Abbasova məsələnin işıqlandırılması üçün redaksiyamıza müraciət edib. 3 nəfər olublar, oğlum, 2 dənə də sinif yoldaşı futbol oynayıblar bir yerdə və kənardan Musayev Sahil Turaloğlu yaxınlaşıb və bilərəkdən topu əllərindən götürüb, deyib, buranın stadionun palajeniyasına mən baxıram, belə söhbətlər eləyib. Oğlum heç bir şey deməyib, söhbətə qarışmayıb. Sadəcə oğlumun dostu İkram deyib ki, topu götürəndə heç olmasa icazə alırlar. Sahil vuran şəxs deyib ki, siz kimsiniz ki, mən sizdən icazə alım deyib və belindən bıçağı çıxarıb, kəpənək bıçaq deyilən bir bıçağı çıxarıb və oğlumun dostuna gicgah nahiyəsinə vurmaq istəyəndə uşaq aşağı əyilib və boşa çıxıb bu cəhdi. Onun dalınca qaçıb, görüb onu artıq tuta bilmir. Yaxınlaşıb mənim oğluma bir kəlmə kəsmədən, heç səsini belə eşitmədən, adını belə bilmədən oğluma 30-35 arası bıçaq zərbələri endirib. Hardasa bu əlbəyaxa döyüş, oğlum sadəcə özünü müdafiə edib, bu hardasa 3-4 dəqiqə arası çəkib. Əlbəyaxa. Heç kim də yaxın dura bilməyib, yəni şəxsin əlində bıçaq olduğu üçün heç kim bunu yaxın dura bilməyib bu hadisəyə. Hamı kənardan baxıb. Oğlumun Heç kim girib ayırmayıb da, yəni. Heç kim ayırmayıb, heç kim ayıra bilməyib və oğlumun yalnız ürək, ciyər və gicgah nahiyələrinə ən çox atırmış bıçağı. Hər halda bilib ki, yəni ora ölümcül nahiyələrdir, yəni o məqsədlə atıb. Çox mübahisələrdən sonra gecə saat 4-də nəhayət ki, qatil şəxsi tutub gətirdilər. Anası pul təklif elədi, aramızda həll eləyək dedi. Dedim, mən heç bir qəpik istəmirəm, mənim övladımın qanı satdıq deyil. Hal-hazırda azadlıqdadır da qatil. Amma hal-hazırda azadlıqdadır. 7-ci bölmədə bizi ekspertə göndərdi. Melikov xəstəxanasında Anar adlı şəxs ekspert. Ekspert oğlumun yaralarını belə açmadan, yaralarını heç birini açmadı. Öz başından götürdü A4 vərəqini, 2 vərəq o yüz bu yüz doldurdu. Heç nə soruşmadan, yaraları belə açmadan. Yəni həkim də bildirdi ki, %100 qaranti vermirəm, çünki çox pis yerdən yırtılıb vətər. Ola bilər ki, yəni anadan gəlmə əl kimi olmaya bilər. Yəni belə bir ehtimal var. Yəni 14 yaşında uşağın əli, oğlan uşağı şikəst qaldı. Mən xahiş edirəm bir Azərbaycanlı qadını kimi, bir ana kimi baş prokuror Kamran Əliyevə, cənab nazirimiz Vilayət Eyvazova və cənab prezident İlham Əliyevə, Mehriban xanıma hamıdan xahiş edirəm ki, mənim övladımın işinə obyektiv yanaşılsın. Mənim bundan başqa heç bir istəyim yoxdur. Zərər çəkən Teymur Bəxtiyarlı bildirib ki, hadisəni törədən Sahil Musayevlə aralarında əvvəllər heç bir ədavət və ya münaqişə olmayıb. Girdilər stadiona, Sahil adlı şəxs və yanındakı uşaqla bir yerdə gəldi, bizim ayağımızdakı topu götürdülər və Təxminən neçə nəfər olardılar? 10 olardılar bəlkə, amma stadiona daxil olanda cəmi 2 nəfər idilər. Sonra bu 2 nəfər gəldi və bizim ayağımızdakı topu götürdü. Dedi ki, bu top bundan sonra bizimdir. Sonra mənim yanımdakı sinif yoldaşım dedi ki, topu götürəndə icazə al da. Ondan sonra o həmin Sahil dedi ki, siz kimsiniz ki, biz sizdən icazə alaq. Ondan sonra heç bir söz deməyə qalmamış, çıxartdı elə, Pramı başından vurmaq istədi həmin mənim sinif yoldaşımın. Rəna Abbasova aidiyyatı qurumlardan məsələni xüsusi nəzarətə götürməyi və əməli törədən şəxsin qısa zamanda tutularaq məsuliyyətə cəlb olunmasını xahiş edir.